Salam, hər kəsi salamlayıram. Məni tanımayanlar üçün mən Orucova Rəmalə, 2 il 7 aydır artıq Viplife şirkətində çalışıram. Açıq rütbə gümüş direktor, inşallah bu kataloqda qızıl direktor. Bugünkü təlimimizin mövzusu hər kəs üçün aktual olan, ümumi şirkətimizdə uğur qazanmaq üçün bizə lazım olan 2 belə deyim əsas nüansdır ki, dəvət və dövriyyənin təşkili və uğur qazanmağın əsas mexanizmi. Burada mən sizə özümün etdiyim və komandama tövsiyə etdiyim, ümumiyyətlə belə deyim, strukturda nələri etməliyik tipli, bildim, yarım başlıqlardan kömək etməyə çalışacağam. Kimin nə sualı olsa, təlimin sonunda verə bilər və chat bölməsinə yaza da bilər. İndi başlayaq dəvətdən və bu dəvətlə dövriyyə komandamızı necə gücləndirə bilər, necə genişləndirə bilər o metodlardan. Ümumiyyətlə, bu təlimdə siz öyrənəcəksiniz dəvət etməkdən çəkinməməyi, insanları daha peşəkar danışmağı, dövriyyənizin avtomatik artmasını, komandanın öz-özünə böyüməsini görəcəksiniz. Əgər mən dediklərimə əməl etsəz və bu əməl etdiyiniz, belə deyim, prosesləri özünüz etdiyinizlə yanaşı komandanızın üzvlərinə də bildirsəz və ümumi İlk öncə dəvətdə insanlar sizə niyə hə desin? Yəni bu sualı birinci belə deyim özünüzə verməlisiniz ki, çünki insanlar sizə hə deməsi üçün insanlar bilirsiniz ki, güvən axtarır, qazanc istəyir, yəni əlavə qazanc iş yeri olanlar üçün çevrəsini dəyişmək istəyir, həyatda fürsətlər axtaranlar olur, çıxış yolu tapmaq istəyənlər olur. Ümumiyyətlə bildirmək istəyirəm ki, İnsanlar sizin dəvətinizə gəlmək üçün, bu arada qeyd edim ki, dəvət satış etmək deyil. Dəvət tamam başqa bir istiqamətdir. Biz dəvət edirik, məlumatlar veririk, qeydiyyatdan keçirdiriksə, sonra keçirik satışa. Birbaşa gəl məndən işlə, gəl məndən başla çalışma, gəl məhsul al, gəl məhsul sat tipli çağırışlar, bunlar dəvət deyil. Dəvət tamam başqa bir şeydir. İnsanlar ilk sizin enerjinizə gəlir. Dediklərinizə inanır, yəni insanı cəlb etməlisiniz. Ümumiyyətlə, satışın psixologiyası deyəndə, dəvətin psixologiyası deyəndə, dövriyyənin psixologiyasının hamısının bölməsində əsas psixologiyanın 80% sizə inamdır. İnsanlar sizə inanırsa, enerjinizə inanırsa da sizə dinləyəcək və əsas o 80%-in yerdə qalan 20%-i sizin verdiyiniz məlumatlar olacaq. O 20% informasiya ilə siz həmin insanları dəvətə və qazanca çağıra bilərsiniz. Əgər siz sosial şəbəkələrdə aktivsinizsə, yəni Instagram olsun, TikTok olsun və yaxud da digər səhifələrdə aktivsinizsə, burada əsas, belə deyim, mərhələ sizin profilinizdir. Profiliniz və imiciniz sizin dəvətinizin 50%-ni təşkil eləyir. Yəni profilinizə baxan biri orada sizi görsə ki, siz baxımlısınız, aktivsiz, məqsəd yönlüsüz, ümumiyyətlə profilinizdə motivasiya verici, əhval-ruhiyyə artıran istiqamətlər varsa da, həmin insan sizdən işləmək istəyə bilər və yaxud da sizin təklifinizə baxa bilər. Yoxsa mən aktiv deyiləm, 2 aydan, 3 aydan bir post paylaşıramsa və yaxud da ümumiyyətlə heç paylaşım etmirəm, o sözün doğru dildə deyək, ölü səhifədə mən kiməsə təklif atıramsa, deyəcək bunun özünün heç bir nəticəsi yoxdur və sizə heç geri dönüş eləməyəcək. Şəxsən mən elə edirəm. Mən geri dönüş məsələn yazırlar da, bizim özümüzə də yazırlar ki, məsələn, başqa şirkətlərə dəvət olsun. Mən səhifəyə baxıram və səhifə ilə qarşılıqlı kontaktlaşmam da, məsələn, çox şirkətin liderlərinin qarşılıqlı kontaktlaşmam elə olub. İzləyirəm. Orada mənə motivasiya verən bir post varsa, bir reels varsa, nəticə varsa da həmin reelsdəki bu adam hansısa bir uğuru qazanıbdır və yaxud da gündəlik həyatından paylaşım eləyib. Yəni işləyən biridir, inkişaf edən biridir, həmin vaxtı ona geri dönüş edərəm. Amma olmazsa, yəni səhifəmizdə aktivlik yoxdursa, biz həmin dəvət edəcəyimiz insandan bir nəticə görə bilməyəcəyik. Yenə vurğulayıram, əsas səmimiyyətdir mənim fikrimlə. Çünki sizin enerjiniz, sizin səmimiyyətiniz, sizin belə deyim, qarşı tərəfdə yaratdığınız maraq sizin dəvətlərə geri dönüş alacağınıza qaranti verir deməyim də. Çünki insanların fikirləri tamam fərqli olur. Amma dəvət etdiyimiz zaman mənim özümün belə deyim, əməl etdiyim 10 qızıl qayda var. Mənim üçün 10-dur. Hər kəs üçün dəyişə bilər. Burada birinci uzun yazmamaqdır. Yəni uzun yazmaq, uzun mesajlar göndərmək marağı öldürür. Mən ümumiyyətlə çalışıram ki,
Yəni ikinci qızıl qaydamızda mesajla dəvət etməyin. Çünki mesajı oxuyub zaten sənə geri dönüş eləmir. Amma səsli və həmin səsdə enerji ilə dəvət atırsınızsa, həmin səsli dəvətinizi səsi məcburdular ki, dinləsinlər. Nömrənizi bilsələr də, bilməsələr də insana maraq yaradır da ki, görün bu kimdir, mənə səs atıb. Səsi açanda o səsinizdə çox uzun danışmadan, çox yorucu olmadan məlumat verirsiniz ki, məsələn də sizə özəl bir iş təklifim var və yaxud da yeni bir qazanc planı var və yaxud da yeni bir iş var. Əgər istəyirsinizsə, sizi bu istiqamətdə məlumat verim. Məsələn, müsait bir vaxt belə deyim, deyə bilərsiniz ki, bu vaxtda sizdən danışa bilərikmi və yaxud da zəngə qoşa bilərikmi? Əgər o xanım sizə geri dönüş edirsə də onu suallar verməyə başlayırsınız. Suallar qısa olmalıdır. Yəni əgər o sizə sual versə cavablarını qısa verirsiniz və çalışın ki, siz çox danışmayın. Qarşı tərəfi danışdırın. Qarşı tərəfin problemlərinə baxın ki, qarşı tərəfin pula mı ehtiyacı var, gəzintiyə mi ehtiyacı var, çevrəsində insanlarmı olmağına ehtiyacı var. Yəni qarşı tərəfin problemlərini tapmağa çalışın və həmin problemlərin qarşısında, yəni biz sual veririk, sualın cavabını alırıq. Amma bəzən mən deyirəm ki, o sualın cavabına çox da fikir verməyin. Bizim məqsədimiz onun o sualındakı cavab deyil. Bizim məqsədimiz işimizi ona tövsiyə eləməkdir. Amma sadəcə elə eləyirik ki, yəni mən sənə məcbur deyiləm. Yəni sən gəlməyə də bilərsən, amma sən bu işdə işləməlisən. Çünki burada qazanc var, burada səyahətlər var, burada özünə inamı artırırıq, burada komanda ruhu var, çevrənizdə sizi kimi enerjili insanlar var, əlavə gəlir qazanırsınız deyəndə belə, məsələn mən özüm ikinci işimdir VIP Life. VIP Life-da olmağım mənim 2 ay belə deyim çəkdi məni dəvət eləyən insanı. Əsas mən bax burada da qeyd eləmişəm ki, ümumi network marketinqdə işləyən insan, yəni network marketinqdə çalışmaq istəyən insan əməl etməli olduğu 3 nüans var. Birinci inanmaqdır. Gördüyünüz işə, edəcəyiniz işə inanmalısınız. Dəvətə gedirsiniz, deyirsiniz amma məndə alınmayacaq. O necə olur? Mən dəvət məqsədi ilə gedirəm, kiməsə yazıramsa və yaxud da məsələn komandaya deyirəm ki, bugün 20 nəfərə dəvət atmalısınız. O dəvətdə mən sönük-sönük danışıramsa, indi uşaqlar yatır deyə biraz enerjim çox çıxmır ki, səsi oyatmasın. O dəvətdə mən enerjim sönük danışıramsa, mısmırıqlı durmuşam, qaşqabağımı tökmüşəm, o səsdən də hiss olunur da ki, o enerji həmin insan sizə necə yanaşır. İnamım yoxdursa, yəni o dəvətim onsuz alınmayacaq. İkinci, neqativlərə qulaqlarımızı yummaqdır. Çevrəmizdə o qədər neqativ danışan olacaq ki, alınmaz, mən getmişdim, alınmadı, bunu etdim, alınmadı, alınmayacaq, filan kəsimin bəs mən kəsib bu işə qoşulmuşdu, alınmadı. Heç bilmirik iş nədir. Neqativlərə qulaqlarımızı yumuruq. Mən məsələn bu neqativləri qulaqlarımı yummasaydım indi burada olmazdım. Çünki mənim belə deyim, hələ geri çəkənlərim öz yaxınlarım, doğmalarım idi ki, sən onsuz işləyirsən, sən müəlliməsən. Mən status paylaşırdım, mənə elə başda xalam deyir ki, sənin statuslarına baxanda mən utanıram. Paylaşma. Sən ac qalırsan, susuz qalırsan, ehtiyacın var buna və o fikirlər də mamamın da beynini doldururdu ki, yəni etməsin, ayıbdır, camaat baxar, nə deyər, biz köklü bir ailəyik deyə adımız, sanımız var. Tipli mən xalamın statuslara bağlayıb elə paylaşırdım. Neqativlərimi qulağımı yummasaydım, indi həmin belə deyim, burada qarşınızda danışan insan olmazdım. Üçüncüsü isə səbr etməkdir. Heç vaxt pes etməməkdir, türklər demiş. Səbr etmək də nə üçün deyirik? Azərbaycanda ən şablon səbr etməyə Moskva bir gündə qurulmuyubdur. Mən də həmişə deyirəm ki, bizim göz bəbəyimiz burada çalışmaq səbəbimiz olan övladlarımızı misal gətirirəm ki, bu sevimli övladlarımız bir günə dünyaya gəlməyib ki, 3 günə dünyaya gəlməyib ki, biz onu səbrlə, yəni bətnimizdə qidalandırıb, böyüdüb boya başa çatdırırıq, sonra doğulandan sonra boya başa çatdırırıq. Komandamız da elədir. Bir gündə heç nə alınmır. Bir gün etdin, 2 gün etdin, 3 gün etdin, əşi heç nə olmadı deyib bağlayırsanız o kitabı, həqiqətən də heç nə olmayacaq. Amma səbirdən çalışsan 1 ay olmayacaq, 2 ay olmayacaq, amma 3-cü ayda görəcəksən ki, artıq həm məqsədindən geri çəkilmədiyinə görə sən inkişaf eləyibsən, dəvət metodların dəyişib və səbrinin nəticəsini, bəhrəsini çox gözəl belə deyim görürsən. Mənim komandamda olan ilk başdan məndən çalışanlar da var. Yeni qoşulanlar da var. Məni kimi səbr edənlər indi rütbəsini açıb oturub pasiv gəlirini qazanır. Səbr etməyənlər, komanda gəzənlər ki, mən 2 aydır burdayam, nə qədər qeydiyyat gətirdim, əslində heç qeydiyyatın dövriyyəsi də yoxdur. Əsas məqsədimiz dövriyyədə keçici. Bizim işimiz dəvətdir.
daha sonra dövriyyədir. Dəvət oldu, amma dövriyyə getmirsə də, o sadəcə boş insanlar siyahısıdır. Bizə o boş insanlar siyahısı lazım deyil. O boş insanlar siyahısına qalsa, vallah mən elə iş yerimdən 1500 nəfər düzərəm arda-arda. Deyirəm ki, mənim bu qədər komandamda insan var. Birinci dəvəti düzgün eləməliyik. Dəvətimiz düzgün olandan sonra isə dövriyyə keçməliyik. Dəvətin də dediyim kimi çox metodları var. Əsas birinci, baxın mən bu dəftərim mənim tanışlar siyahısı yazdığım dəftərimdir. Mən elə fikirləşirəm ki, burada olan xanımların əksəriyyətində bu tanışlar siyahısından olmur. Çünki biz hər şeyə spontan yanaşırıq. Bu tanışlar siyahısında kontaktımızda olan insanları, çevrəmizdə olan insanları yazırıq. Heç ona yazmadan, burada qeyd eləyirik ki, məsəl üçün, mən bu dəftəri tutmuşam 2016-cı ildə, heç VIP Life da olmadığım dövrdə. Dünən qızlara deyirəm ki, yəni o deyir arxivimi axtarıb tapmışam. Qızlara deyirəm ki, mən indiki vəziyyətdə, bax bu ev, yaşadığım evdə qonşularımı bu tanışlar siyahısına yazmışam ki, mən ona iş təklif eləyəcəm. Hansı ki, deyirəm, indi böyür-böyrə divarda yaşayırıq, amma mən məsələn onunla elə çox əlaqəm yoxdur. Məqsədiniz olsa, əla. Məqsədiniz olsa, o tanışlar siyahınız olsa ki, kimlərə dəvət edə bilərsiniz, kimlərdə hansı potensialı görürsüz. Lap gəlməsin, lap yox desin, amma siz o siyahını tutun. Tanışlar siyahınız olsun və həmin tanışlar siyahısında yazdığınız insanlara biz həmişə deyirik isti kontakt, soyuq kontakt və sosial şəbəkədən dəvətdə. Bu isti kontaktımız bizim yaxın çevrəmizdir. Onların artıq nə istədiklərini, necə biri olduğunu bilirik. Onlara dəvət üsulları, dəvət mesajları tamam fərqli olur. Soyuq kontaktımızda isə, yəni tanımadığımız insanlarda isə tamam fərqli olur. Bu üsullardan istifadə eləyib, mən demirəm ki, hamı getsin eyni şablon mesajları göndərsin. Amma həmin bilidiyim mesajlardan da istifadə eləyib, insanlara psixoloji təsir edə bilərsiniz ki, məsələn, misal götürək, insanlar deyir 3 səbəbdən sizə hə deyə bilər. Bir, səmimi, dürüst, pozitiv olduğunuza görə deyə bilər. Bir, ehtiyacları olduğu üçün, yəni pul qazanmaq üçün, zamanların az olduğu üçün, inkişaf etmək üçün. Üçüncüdə ümid etdikləri üçün ki, ümid hər şey bildiğimdə, hər kəsin bir məqsədi olur, bir ümidi olur. İnsanlar yol göstərənlərə, dəstək olan insanlara inanıb bu yola çıxır ki, qazanc əldə eləsinlər. Mən sizə bəzi bildiyim, onu sonda demək istəyirəm, çünki araya şablon mesajları salsam ya da deyək. Misal üçün, mən tanıdığım birinə deyirəm ki, məsələn, dostuma mesaj yazıramsa, yazıram ki, məsələn, salam, elə deyək, Günay yazdı. Deyək, məsələn, salam Günay, necəsən? Mən yeni bir başladı mənim. Mən yeni iş sisteminə başlamışam. Çox potensiallıdır. Səni də burada görə biləcəyimi düşünürəm. Əgər vaxtın varsa da sənə 10 dəqiqəlıq qısa izahat verim. Yəni mənim mesajım çox uzun olmamalıdır və bütün təlimlərdə qucağımda olan təlimçim qoşulur. Və bu qısa mesaja mən ondan geri dönüş alıramsa da, mənim əsas çalışdığım nədir? Zəngə gətirmək. Çünki mən artıq öz dəvət üsulunda tutmuşam ki, mən zənglə danışanda, zəngli formada mənim enerjimi və potensialımı həmin insan daha rahat bilir. Heç vaxt yazı ilə dəvəti sona qədər getmirəm. Uzağa bir dənə yazaram, məsəl üçün bu formada və yaxud da onu səsli formada atıram. Çünki o mənim səsimə qulaq asanda, o deyir, hər kəs özünü tanıyır, özündəki potensialı bilir. O mənim səsimə qulaq asına geri dönüş edirsə, deyirəm, gəl zənglə danışaq. Hələ bacarıramsa da görüntülü zəngə qoşuram. Bu tanıdıqlarımız üçündür, tanımadığımız biri əlbəttə ki, bizim zəngimizə birbaşa razılaşmayacaq. Zəngdən başlayıram başa salmaq və birbaşa bütün işin sirlərini açmayın. Əvvəl mən onu eləyirdim, başlayırdım. Deyir, mən susturmaq olar, müəlliməyəm, peşəm onsuz danışmaqdır. Başlayırdım danışmağa, şirkət buradan gəldi, qazanc planı buradan getdi, addımlar belə oldu, o oldu, bu oldu. Hər şeyi danışırdım ki, maraq öldü. Axı bu adama nə maraqlı olacaq? Maraq olmayandan sonra da həmin adam gəlib burada onsuz deyəcək, hamısını öyrənmişəm də, getdi. Yəni o marağı öldürmədən, indi hər kəsin şablonu onsuz nə qədər öyrənəsi olsaq da şablonu istifadə eləmək çətindir. Sadəcə özünüz üçün praktika eləyin. Bax, mən onu, məsələn, universitet həyatında da belə deyim, özüm üçün yaşamışam və eləyirəm. Əgər ciddi belə deyim, bir görüşə gedirəmsə, yəni və yaxud da ciddi bir təlimdir, dərsdir, nədirsə də, ona hazırlaşanda güzgü taktikası çox işə yarayır. Öz güvəninizi belə deyim, bərpa eləmək və qarşınızdakını cəlb etmək üçün durub güzgünün qabağında danışırım.
Hələ o mimikalara ehtiyac var isə, əl-qolağa ehtiyac var idisə də çünki məndə bildiyim mən prinsiplərlə yaşayan biriyəm. Bir şeyi əgər deyirəm mən əldə etməmişəmsə, deməli mən onu çox istəmirəm. Əgər bir şeyi çox istəyirəmsə də o prinsipə mən onu o diri vaxt qoyuram ki, məsələn 10 günə bunu edəcəm. İndi hədəfim var 10 günə qızıl direktoru açmaq ki, kataloq sonuna 10 gün qalıb. Onun üçün çalışıram. Məqsədimi o istiqamətli qoyuram. Danışıqlarımı o istiqamət eləyirəm, görüşlərimi o istiqamət eləyirəm. Əgər məsələn mən bu təklifi tanıdığım birinə etmirəmsə də və yaxud da sosial şəbəkədə eləyirəmsə, məsələn tanımadığım birinə mesaj yazıramsa, yazıram ki, salam məsələn necəsiz? İn İnkişaf yönümlü insanlarla əməkdaşlıq edirəm. Yeni bir gəlir modeli məsələn üzərində işləyirik. Sizə 5 dəqiqəlik qısa izahat verə bilərəm. Yəni tanımadığıma mesaj yazıramsa və yaxud da sosial şəbəkədə edirəmsə də bu dəvəti, girib məsələn səhifəsinə baxıram. O səhifədə kimlərdir? Siz takib elədiyiniz potensiallı insanlar ki var. Səhifələri geniş belə deyim, paylaşımları var və yaxud da motivasiyalı bir paylaşımlar eləyirsə, girib orada yazıram. Səhifənizə baxdım, aktiv və məqsəd yönlü bir xanımsınız, məsələn, birisiz. Öz komandamı böyüdürəm. Sizə uyğun ola biləcəyini düşündüyüm üçün yazdım. Uyğunsuzsa 5 dəqiqəlik sizə məlumat verim. Çox yazmayın. Məsələn, tanışa 10 dəqiqə deyə bilərsiniz. Amma tanımadığınız birinə məsələn 5 dəqiqə desəz və yaxud da 2 dəqiqəlik deyin, əsas söhbəti gətirənə qədər ki, o sizə geri dönüş eləsin. Həmin geri dönüşdən sonra da siz başlayıb özünüzün bildiyim, seçdiyiniz, özünüzə uyğun, dediyim kimi çox yormadan, çox uzatmadan, qısa və çalışın çox sual verərək. Çünki qarşınızdakı insanı tanısaz, onun problemlərinizi bilsəz ki, məsəl üçün, o adama nə lazımdır? Hər kəsə pul lazımdır, düz deyilmi? Əlavə gəlirmi lazımdır? Yoxsa ona məsələn pulu var, sadəcə sosiallaşmaqmı istəyir? Məsələn qazancdan əlavə səyahətlərmi istəyir? Çevrəsində çoxlu insanlarmı olmağını istəyir? Maşınmı almaq istəyir? Evmi almaq istəyir? Yeni telefonmu almaq istəyir? Yəni bu problemlərini öyrənəndən sonra o istiqamətli deyə bilərsiniz və özünüzdən nümunə çəkin ki, məsələn, mən bu işdə olmamışdan əvvəl istədiyim hər şeyi indi mən işlədiyim üçün mənə biraz belə deyim, o dediyim uyğun gəlməsə də, misal üçün evdar xanımsınızsa deyə bilərsiniz ki, mən bu işdə işləməmişdən əvvəl ehtiyaclarımı həyat yoldaşımdan istəyirdim və yaxud da subaysızsa atamdan istəyirdim, anamdan istəyirdim ki, mənim filan şeyə ehtiyacım var, mümkünsə də mənə müəyyən qədər pul ver və mən gedim onu alım. Amma bu işdən sonra artıq mən özümə lazım olan hər şeyi öz qazancımdan əldə eləyirəm. Və özünüzün uğurlarınızı əgər birbaşa sizə yox desə də, özünüz deyin ki, olarmı ki, sizlə nömrəmizi kontakt edək, yəni tanıyandan sonra da kontaktlaşaq və bir-birimizin uğuruna baxaq və yaxud da ümumiyyətlə kontakt edib bir-birimizin statuslarına baxaq. Bu tipli heç tanımadığınız insanlarla kontaktlaşsaz belə, həmin kontaktdan məsələn mənim özümə çox qeydiyyatlar gəlib. Çünki mən statuslarımda uğurlarımı paylaşıram. Arada məhsullar paylaşıram, çox vaxt paylaşmasam da məhsullar. Çünki mənim çevrəmdəkilər onsuz bilir ki, harda işləyirəm. Uzun müddət olduğuna görə və əsas nəyi deyim, o düz deyib bəzən olur, amma bir istiqamətli gedəndə, deyirik iki yerə baxan çaşqalır. Bir istiqamətli gedəndə, uzun müddət eyni yerdə çalışanda hər kəs deyir ki, aha, burada nəsə var ki, bu getmədi. Amma bir ay bu şirkəti paylaşın, sonraki ay o birisi şirkəti paylaşın, sonra başqa nə bilim paltar paylaşın və yaxud da nə bilim başqa məişət avadanlıqları paylaşın. Onda sizə insanların etibarı da azalır. Və insanlar dediyim kimi birinci səmimiyyətə, özgüvənə, enerjiyə və etibara gəlir. 20% sizin verdiyiniz məlumatlardır. Bu məlumatları verirsiniz, komandanıza kimisə dəvət edirsinizsə və bu dəvət uğurlu alınırsa, həmin dəvətlərin nəticəsində siz gətirdiyiniz insana dövriyyə etdirməlisiniz. Dəvətlərinizi etdikdən sonra edəcəyiniz dövriyyələrdə necədir? Bilirsiniz ki, ümumi bizim şirkətdən də əlavə bütün şirkətlərin hamısında uğurlu olmaq üçün, rütbələr açmaq üçün dövriyyə şərtdir. Bu dövriyyəni etməkdə ilk öncə özünüz məhsul almalısınız. Məhsulları tanımalısınız. Məhsullarınıza keyfiyyətinə əmin olduqdan sonra
Həmin istifadə elədiyiniz məhsullar haqqında elə rahatlıqdan danışacaqsınız ki, mən filan məhsulu almışdım, bu nəticəni gördüm. Bu məsələn, adi yağ sökücünü deyək də, çünki məni bu şirkətə gətirən yağ sökücü olub. Mən o yağ sökücünü eləmə mən o yağ sökücünü bir dənəsini qızlarım şahiddir də. Bir dənəsi əlimə alıramsa, həmin gün o yağ sökücü bitməmiş onu yerə qoymuram. Gərək uşaqlarımın paltarları olsun, çünki körpə uşaqlarda paltarlarında ləkələr çox olur. Mən o ləkələri maşına atım, orada yuyulsun, bir də çıxardım yox. Elə bəri başdan yağ sökücünü vururam, atıram maşına. Qazan tavaları olsun, aspirat olsun, ayaqqabı olsun, xalçadakı ləkə olsun, aboydakı ləkə olsun. Hər şeyi istifadə eləyirəm və nəticəsini bilirəm ki, nəyə istifadə etmək olar, nəyə istifadə etmək olmaz. Məndən kimsə məhsul soruşanda mən ona demirəm ki, gözlə gedim kimdənsə soruşum, gəlim sənə məlumat verim. Və yaxud da məhsuldan danışanda bunu tutaq ki, mesajda eləyirik. Məndən kimsə məhsul soruşur, mən tez gedirəm qrupa yazıram ki, filan məhsul necədir? Oradan cavab mənə gələr, gec gələr, tez gələr. O cavabı gözləyib deyə bilirəm. Axı mən canlı təlimdə olanda və yaxud da canlı kimləsə danışanda, məndən məhsulu soruşanda o mənim üz mimikamla bilməyəcək ki, bu məhsulu mən istifadə eləmişəm yoxsa yox. Onda mənə deməyəcəkmi ki, sən necə bayaqdan mənə deyirsən ki, bizim şirkətdə filan məhsullar var, amma heç özün öz şirkətin məhsullarını istifadə eləməyibsən. Birinci özünüz istifadə eləməlisiniz, daha sonra insanlara tövsiyə eləməlisiniz. Niyə dövriyyə vacibdir? Əsas ondan danışım. Çünki dövriyyədə komandanız aktiv olur. Dövriyyə komandanı aktiv saxlayır. Komandanın motivasiyasını artırır. Bax, bizim elə qızlardan məsələn də son 3 günü müqayisə eləyəsi olsaq, dövriyyə artıb, faiz artdığına görə komandanın motivasiyası artıb. Yəni qolda aktivləşmə başlayıb. Həm də liderim təsdiqləyər. Yeni gələnlərdə inam oyanır ki, bax mən həmişə qızlara deyirəm sifariş verirsiniz, sifarişinizi SS eləyin, skrinşot eləyin, atın qrupa. Məhsulunuz gəlir, məhsulu çəkin, atın qrupa. Çünki yeni gələnlər sizi görüb sizdən nümunə alacaq ki, hə, bu məhsul vurur. Bunu satmaq üçün vurub, bunu özü üçün vurub, hər nə üçün vurub, sifarişinizi atın. Siz də o formada komandanızda olanları alın. Və ümumi dövriyyənin getməsi sistemi yaxşı. Sistemi avtomatik işləməsinə başlayır. Yəni artıq o dövriyyə baxıb biri həvəslənir ki, məsəl üçün 10 balım çatmır, gedim mən özümə nəsə vurum, məsələn də evdə nə çatmırsa da onu vurum, həmin 10 bala görə faizimi açmış olum və yeni rütbələr açılır, yeni gəlirlər, yeni qazanclar olur. Dövriyyənin əsas bunu? Dövriyyənin əsas məqsədini biləndən sonra ki, bu dövriyyəni biz nə üçün etməliyik və etdirməliyik, ondan sonra siz başlayacaqsınız komandanızı daha yaxşı inkişaf etdirib idarə etməyə. Ümumi dövriyyədə əsas mənim fikrim birinci dediyim kimi şəxsi alışdır və satışdır. Şəxsi özünüz üçün aldığınız məhsulları tanıtdığınız üçün sata biləcəksiniz. Yəni sizin danışığınız o məhsulları satacaq. Şəxsi dövriyyədən sonra komandanın dəvətləridir. Dəvətlərə olan yeni aktiv insanlar olan məhsulları tanıtmaq, videoroliklər çəkmək, bacarırsınızsa da özünüz, bacarmırsınızsa da qruplara atılan məlumatları atmaq. Ümumi belə deyim, məhsulla tanış etmək lazımdır ki, dövriyyəni yarada bilək. Və bundan əlavə də sizə bir müəyyən planlama olmalıdır ki, həmin planlamaya uyğun olaraq siz komandanızdakı insanlara planlar qoymalısınız. Məsəl üçün, üzr istəyirəm. Misal üçün, siz gün ərzində dəvət üçün məsələn deyə bilərsiniz 20 insana dəvət göndərdim və dövriyyə üçün də plan qoya bilərsiniz ki, məsələn bu həftə komandada bu həftə məsələn komandada bu qədər dövriyyə gedibsə, mən elə bir motivasiya verməliyəm ki, və yaxud da bu aksiyaları elə formada təqdim etməliyəm ki, komandanın digər insanları, yəni digər dövriyyəsini etməyən şəxslər fikirləşsin ki, mənim bu dövriyyəyə ehtiyacım varmı, yoxsa yoxmu? Addımları doğru şəkildə başa salmalısınız. Çünki bəzən gəlir xanımlar, baxırsan ki, çox cüzi ballardan, çox cüzi dövriyyələrdən addımlarını qırır və yaxud da çox cüzi baldan maaşdan kəsilir. Az aktivlik etsək belə üzr istəyirəm, nəsə boğazım mənim sözümü demir. Bu, belə deyim, ümumi dövriyyəni etmək üçün hər kəsin müəyyən bir planı olmalıdır.
Bu planlamaya nümunə götürə bilərik ki, bizdə düzdür, qol şərti yoxdur. 2 qoldanmı olsun, 3 qoldanmı olsun, 5 qoldanmı olsun. Amma ümumi deyirik ki, çox yerə baxıb, çox enerjini sərf etmək yerinə 2 qoldan davam edin. Məsələn, plan götürək ki, mən bu gün hədəfim 2 nəfər dəvət eləməkdir. 2 nəfəri dəvət eləyib qeydiyyatdan keçirtməkdir. 20 nəfərə dəvət atmışam. Bu 20 nəfərdən məsələn 5 nəfəri geri dönüş eləyib, o 5 nəfərdən bir uğurlu qeydiyyatım olub. Sabahsı gün yenidən 20 nəfərə dəvət atıram və 20 nəfərdən eyni qayda gedəsi olsa mənim 2 aktiv dəvətlim olmuş olur. Mən həmin aktiv dəvətlərimə də eyni qaydanı başa salsam ki, bax mən sizi gətirmişəm, siz də 2 nəfər gətirin. Bu formada hərə 2 nəfər gətirəsi olsa və yaxud da potensial güclüdür, hərə 3 nəfər gətirəsi olsa, bir ayda bizim 80-dən artıq dəvətlimiz olur. Və həmin dəvətlərimizə də təkcə addım balımızı, dövriyyəmizi keçirə bilsək ki, 30 ballıq dövriyyə və bunu da məcbur edərək deyil. Ümumi özünə lazım olan məhsulları almağı başa salmalıyıq ki, siz gedib marketdən kiməsə xeyir verdiyinizə, qazancınızı kiməsə belə deyim, yedizdirdiyinizə pis çıxsa da sözüm, öz marketinizdir də bura. VIP Life-da biz pulsuz qeydiyyatdan keçdiyimiz zaman bizə 6000-dən çox məhsul çeşidi olan kabinet açılır. Yəni market açılır. Vergisini vermirik, məhsullara mayas bildiyimdə verib yığmırıq ki, burada bizim məhsullarımız olsun, marketimizdə nəsə bir şey olsun. Proqrama giririk, istədiyimiz məhsulları, özümüzə lazım olanları alırıq və bunun qarşılığında da qazanc götürürük. Və bu dövriyyəni təşkil etmək üçün ümumi məhsulları tanıdıq və məhsulları dəvətlərimizə tanıtdıq. Bu dövriyyəli üzr istəyirəm, uşaq çox fikrim Bu dövriyyələrin nəticəsində də, yəni hər gələn məsələn 2 aktiv insan, yeni 2 aktiv insan gətirirsə də və bu say artırsa da, həmin sayların dövriyyələri artırsa bizim nəticələrimiz artır. Ümumi nəticələr artdıqda isə yeni insanlar yetişir. Komandada motivasiya artır. Nümunə olaraq göstərə bilərəm ki, məsələn, biz tutaq ki, məsələn, Həmidə xanımı görürəm deyə deyirəm. Liderlərimə deyirəm ki, məsələn, necə deyim sənə? Həmidə liderimin o aktiv tərəflərini, müsbət tərəflərini, sən bacararsan, sən edərsən deyib ruhlandırdığım istiqamətini, o da gedib həmin 2 liderinə etsə və bu qarşılıqlı belə deyim, bizim komandaya verdiyimiz ruh enerjidən, komandada yaranan enerjinin, insanların enerjisinin nəticəsi bizə dövrü olaraq qayıdacaq. Dəvət etməyi bilən insan dövriyyə etdirməyi də bilməsi, ümumiyyətlə bu dövriyyələrin nəticəsini də direktorlar konfransında səhnəyə çıxmaqla və səhnədəki uğurlarımızı paylaşmaqdan yenidən dəvətlər gətiririk. Dəvət dövriyyə çox gedən yerdə uğurlar çox olur və həmin uğurların nəticəsində yeni dəvətlər olur. Əgər sizin özünüzün hal-hazırda olduğunuz bir faiz, yeni bir rütbə yoxdursa, sponsorlarınızın rütbələrini paylaşa bilərsiniz. Statusunuzda sponsorlarınızı reklam edə bilərsiniz ki, yəni həqiqətən bizim şirkətdə bu qədər gəlir götürən, bu qədər faizlərə qalxan, bu qədər səyahətlər olan, bonuslar qazanan, məsələn, mənim özüm yəni rütbəmdən, maaşımdan əlavə olaraq da bir hərbiçi qız olaraq hərbiçi bonusundan yararlanıram. Yəni maaşdan əlavə gələn bir bonusu mən reklam edib, hərbiçi qızı belə deyim olduğumuza və hərbiçilərdən əlaqəli çox kontaktımız olduğuna görə həmin statusu paylaşıb, mən sırf hərbiçi bonusunu görüb gələn 2 nəfər qeydiyyatdan keçirmişəm ki, mən də bu bonusdan deyir, yararlanmaq istəyirəm. Şərtlərini başa saldım ki, bəs şərtləri belədir. Həmin Yaxşı. Həmin şərtləri eşidəndən sonra rahatlıqdan qeydiyyatdan keçdilər. Çünki mənim göstərəcək əlimdə bildiyim sübutum var idi ki, mən bu uğuru qazanmışam. Bu şirkətimizin təklif etdiyi bu nəticəni bu nəticəni qazanmışam. Ümumi müştəri qazanmaq yəni çətin deyil. Satış etmək üçün də olsun, dəvət üçün də olsun, sadəcə insanlara bu prosesi
düzgün başa salmaq lazımdır və səmimi olmaq lazımdır. Həmin səmimiyyəti insanlar sizin gözlərinizdən, ruh halınızdan, əhvalınızdan, yazdığınızdan və evinizə gələn evinizdəki məhsullardan görür. Evinizə gələn şəxs gəlib evdə sizin adi belə deyim də marketdə satılan məhsulu görürsə də, deyəcək necə olur ki, sən mənə deyirsən ki, bizdəki məsələn qab şampunu premium klassdır, bu cür keyfiyyətlidir, yaxşıdır, qatıdır, amma özün ondan istifadə eləmirsən. O da bizim ümumi belə deyim, işimizdə neqativə səbəb olur. Ümumi fikirləşirəm ki, dövriyyə hərəkətə bərabərdir, hərəkət gəlirə bərabərdir, gəlir motivasiyaya bərabərdir. Motivasiya daha çox dəvətə, daha çox dəvətsə daha böyük komandaya bərabərdir. Əgər bax bu saydığım zəncir bir-birindən qırılarsa, həmin zəncirin qırılmasında uğursuzluğa gedirik. Amma zənciri qırmadan, hər gün türklər demiş pes etmədən siz ardıcıl formada davam etsəz və bu davamiyyətin nəticəsində inanıram ki, çox böyük uğur qazanacaqsınız. Komandanızda aktivlik yaranacaq, komanda ruhlanacaq, komanda güclənəcək, yeni gələn insanlarda da inam formalaşacaq ki, həqiqətən burada var da, bu dövriyyəni eləyənlər var, bu uğuru qazananlar var. Bizim komandamızda o qədər olub ki, ilk gəldiyi aydan yüksək faizlərə qalxan. Çünki özündə həmin inamı, həmin bildiyim uğuru görür və sizin liderin əsas vəzifəsi nədir? Lider o komandadakı, içindəki gizli lideri kəşf eləməlidir. Mənim məsələn indi üzünü görürəm deyə deyirəm, həm də liderim ilk gələn ərəfədən, biraz pasiv belə deyim getdi. Daha sonra o komandada gedən dövriyyəni görəndə artıq başladı ki, mənim üçün birinci qolumda qeydiyyatlar bayağı gedib, dövriyyə gedib. O ruhlanma ondan sonra başladı. İndi məsələn, həm də liderimin qızları var, özləri burdadır, adlarını çəkmərəm, özləri bilirlər. Həmin qızlar da kataloqun 2 həftəsində demək olar ki, biz pasiv rejimdə idik. Dövriyyəni görəndən sonra başladılar aktiv işləməyə ki, mənim üçün bu qədər dövriyyəm gedib, mən də biraz işləyib bu tərəfdən artırası olsam 10 gün müddətində mən yeni faiz aça bilərəm. Tembolide bu kataloqda bizim şirkətin o deyirik gözəl artım bonusları var ki, həmin bonuslardan yararlanıb əlavə pullar da qazana bilərsiniz. 3%-dən 6%-ə qalxan ara 20 manat olsun, 6-dan 9-a 30 manat olsun. Hətta 3-dən birbaşa 9-a qalxanlara və yaxud da 9-dan daha sonra 16-ya qalxanlara, yəni gəlirlər daha çoxdur. Dəvətli aksiyası var. Siz həmin dəvətlərinizi bu dövriyyələri başa salsaz ki, məsələn, addımını 30 baldan keçirsən, amma 50 baldan keçsən və faizin artsa, bu artım nəticəsində sən əlavə pul qazanırsan və eyni formada 5 nəfər dəvət etsəz və yenidən təzə kataloqda yenə 5 nəfər dəvət etsəz, 50 manat dəvətlidən hədiyyə qazanırsınız. Nəyə pisdir ki? Maaşınızdan əlavə sadəcə bildiklərinizi, belə deyim, öyrənmək istədiklərinizi insanlara tövsiyə edirsiniz və komandaya deyirsiniz, məsələn, tutaq ki, elə həmdə biz birlikdə güclüyük. Hər addımın bir yerdə elə bil nəticələnəcək. Hər addımımız bir nəticədir. Bu işdə təsadüfi uğur yoxdur. Yəni bu təsadüfi uğuru biz sistemli şəkildə qazanmalıyıq. Yoxsa elə bu şanslı idi, gəldi. Bax, mənim məsələn bir dəvətlim var idi. İlk bildiyim qeydiyyatlarımdan 2023-cü ilin aprel ayında mən qeydiyyatdan keçmişəm. Şirkətin ad günündən 2 gün qabaq. Aprelin 21-i şirkətin ad günüdür. 19-cu gündə mən qeydiyyatdan keçib 21-i günə elə ilk dövriyyəmi eləmişəm. Yəni çox gözləməmişəm ki, kataloq müddəti 28 gündə axırıncı gün vuraram. Elə şirkətin ad günündə, daha doğrusu hələ yazılan kimi dövriyyə eləyəcəydim. Sadəcə dedilər ki, şirkətin ad günündə möhtəşəm aksiya olacaq, ona görə aksiyanı gözləmişdim. Və mən ilk 14 günə 6%-imi açmışdım. Hardasa 500 neçə xal idi. Onda 6%-in balı biraz çox idi, 750 bal idi biz yazıldığımız ərəfədə. Və ilk bildiyim ikinci kataloqda öz qonşumu dəvət etmişdim ki, gəl də məndən çalış, sənə də ikinci iş lazımdır. Çünki yəni bizdə məsələn ailə tək yaşayırıq da, ata-ana və yaxud da qaynana-qaynata yanında deyilik deyə, ancaq özümüz özümüzü maliyyələşdiririk. Yəni evə əlavə gəlir yoxdur deyə. İkinci iş kimi dedim, sən də körpə uşaqlısan, sənə də qazanc lazımdır. İşi başa saldım, çox qəşəng də başladı işləməyə. Elə ilk ayda o 12-sini açdı, yəni mən ona dəstək oldum, özü də qeydiyyatlarını gətirdi. O 12-sini açdı, mən də onun sayəsində 16% açdım və bu belə deyim, proses 2 ay keçəndən sonra mən həmişə deyirəm, 2 yerə baxan çaş olar. Yeni bir şirkət çıxmışdı. Bizdə həmin ərəfədə biraz problem bizim üçün nə idi? Maaş götürmək üçün 100 bal etməli idik. İndi 25 bala maaşımızı alırıq. Həmin xanım
25 manat sözünə aldandığına görə 25 manata qaçdı və komandasını yığdı apardı ki, yox, filan şirkət açılıbdı. Bu şirkətdə 25 manata maaş alırsan və 25 manata 500 manat maaş alırsan. Dedim ki, etmə eləmə də. Yəni ağıl var, məntiq var. 25 manata 500 manat maaş verirlərsə, elə öz qohum əqrəbasını yazar ora 25 manatdan. O maaşı elə öz qohumlarına verir. Burada sabit qalmadığına görə o getdi komandanı apardı ora. Sonra başqa bir şirkət çıxdı. Oradan ora keçdilər və getdiyi hər yerdə o ələnə-ələnə gedir də, komanda dağıla-dağıla getdi. İndi keçən il hələ məsələn yayda da daha doğrusu danışanda mən yox sən deyir, sənin bəxtin gətirdi. Deyirəm necə bəxtim gətirdi? Sən deyir direktor oldun, mən ola bilmədim. Deyirəm çünki sən getdin, mən qaldım. Mən qalıb davam elədim, amma sən o davam eləməyi seçmədin. Geri qayıtmaq istəyəndə də komanda yox idi. Apardığı 22 nəfərdən getmişdi. 22 nəfərdən heç 2 nəfər tapmadı ki, geri qayıtsın, gəlsin, işləsin. Qeydiyyatdan keçdi yenidən, düzdür, kodunu aktiv saxlamışdım. Kodunu ikinci qol kimi kod açdı, oradan özünə lazım olan məhsulları aldı. Gördü heç kimi gətirə bilmir, çünki heç kim ona inanmır. Deyir ki, əşi deyir, afaqdır da. Oradan ora getdi, oradan ora getdi, oradan ora. Bir il müddətində bəlkə də bütün Azərbaycanda olan şirkətlərin hamısını yoxladı və nəticə nə oldu? Hal-hazırda heç bir yerdə işləmir. Məhsullarını gəlir məndən alır. Deyirəm bu mənim şansım deyil ki, bu mənim Türklər demiş pes etməməyimdir. Məqsədli olmağımdır ki, mən burada uğur qazanacağam demişəm və uğur qazanmaq üçün də dayanmadan işləmişəm. Bir gün məsələn qızlara deyirəm ki, qrup linki açın, paylaşın və linkə girənlər qruplarında da mən varam. Deyirəm qrup linki açdınız, paylaşdınız, hə. Sabah paylaşdınız, hə. 2 gün sonra yazıram. Yox, elə 2 gün paylaşmışdım oldu. Deyirəm, bəs bu davamlı olmayanda, davamlı insanlar görməyəndə necə uğur qazanmağı düşünürsən? Onda mən deyim ki, mən kataloqun 28 günündə, onsuz mən pasiv gəlirdəyəm də, komanda işləyir, mən maaşımı alıram. Heç nə etməyim. Bir kataloqun əvvəlində yazdım ki, salam komanda, necəsiz? Bir də kataloqun altında yazdım ki, komanda burdasınız, dövrəyə lazımdır, gəlin məhsul vurmağa. Onunla deyirəm, liderlik olmur. Heç nə təsadüfi deyil, heç kəs gəlib birbaşa deyirik, oturmur yüksək rütbələrdə. Hamı sizi kimi, yəni yeni başlayanlar üçün deyirəm, hamı sizi kimi müəyyən vaxt biraz əziyyət çəkir. O əziyyəti, o deyirik, yuxusuz gecələri olur, fikirləri olur, planları olur. Bax, mən sizə göstərim. Mənim, hələ bayaq bəri qaxtarırdım deyə bunlar çıxıb. Sırf komanda üçün videom dayanıb, görəm, zəng gəlmişdi. Bax, bu sırf komandaya çəkdiyim, bildiyim videoroliklər çəkdikcə atdığım yazılar, qeydlər götürüb atmışam, hamısında rütbələri yazmışam, arxası. Yəni bunları mən eləməyə də bilərəm də, çünki mən onsuz maaşımı alıram. Maşallah olsun deyirik, iş yerimdəki maaşım qədər də alıram. Deyim ki, neynirəm, onsuz eləmişəm də. Amma mən yenə inkişaf eləmək istəyirəm. Mən istəmirəm ki, yerimdə sayım. İstəmirəm ki, elə o deyirik, Yaqut gəlib Yaqut getsin. Orada var, məsələn, onun əsas hələ hədəf qızıldır. Qızılı, mən o top lider top lider olmaq istəyirəmsə də, mən o hədəfdən, məqsəddən gedirəmsə də, bax hamısı. Yəni bu prosesləri indi kimsə eləyəndə sıxıla bilir ki, nə qədər dəvət eləyəcəm. Olar nə qədər xanımla salam. Əleyküm salam. Olar mən yekunlaşdırım, siz elə danışasınız. Baş üstə, baş üstə. Başınız var olsun. Yəni çox vaxtınızı almayacağam. Ümumi proses bilsin necədir. Siz inanırsınızsa, sizin məqsədiniz varsa, neqativlərə qulağınızı yumubsuz və səbr eləyib davam eləyirsinizsə, pes eləmirsinizsə də uğur həmişə sizdən olacaq. Burada olan şəxslər öyrənməyə meyilli olanlardır və inkişaf etməyə meyilli olanlardır. Öyrənmək istəməyənlər onsuz oturacaq evdə, sonra deyəcək, oy təlimin vaxtını qaçırtdım, filan şey oldu, bəs məkan oldu, onu elədim, bunu elədim. Axırda da deyəcək, mən gəldim, yazıldım, amma məndə alınmadı. Onu eləmək istəmirsinizsə, dəvət, bax, özünüzə plan yazın. Götürün bir dənə vərəq ilə qoyun bugün. Növbəti təlimimiz inşallah olanda ay sonuna birində fikirləşirəm, ya ortalarına da, əgər vaxt olarsa. Yazın. Hər gün üçün, bax, 3 aylıq mənim əvvəl işlədiyim şirkətdə var idi. Mən indi onu tətbiq edirəm deyə 90 günlük planımız var idi bizim. 90 günlük planla mən hələ bahalı bir şirkətdə, yəni ümumi satış etdiyimiz məhsulun maya qiyməti, onda alırdıq 115-ə, satışı 150 manat olan məhsulun 2500-3000 manatlıq satışını eləyirdim. Mən mayası 2500-300. Yəni özdə tələbə biri olaraqdan. Hələ indi məsələn, yəni müəlliməyəm, biraz belə deyim, statusum artıbdı. İnsanlar daha çox etibar eləyə bilir. Biri var, o deyir 20 yaşında
25 yaşında birinə etibar eləməkləri çətin olduğu bir dövrdə mən o qazancı qazanmışam. Deyir özümə ofis götürmüşdüm, ofisimin arendası 400 manat idi. Kommunalın falan sayanda ki, nə qədər və həmin ofisə mən trenajyor alətlər alıb qoymuşdum. Ofisdə belə deyim də, təkcə mən ofisimin açılışına 3000 manat pul xərcləmişdim. Onu heç kimdən almamışdım. Nə bir qəpiyini deyirəm mamamla, nə bir qəpiyini papamla. Hamısı öz qazancımla. O məqsəddə də siz belə deyim çatmaq istəyirsinizsə ki, hansısa rütbəyə çatasınız, nə edirsiniz? Alırsınız qabağınıza yazırsınız. Bu gün üçün 20 nəfərə dəvət atmalıyam. Bu 20 nəfər fərq eləmir, sosial şəbəkədənmi atıbsınız, yoxsa WhatsApp-dan mı atıbsınız? Bu 20 nəfərdən neçə nəfər geri dönüş eləyir, onu yazırsınız. Bir dənə məsələn iş qrupu açın. WhatsApp-da iş adını da elə bir şey qoyun. Əsas bax mən həmişə qızlara deyirəm. Deyirəm fikirləşin. Sizə hansı mesajı atsalar o sizi cəlb eləyər. Gedim şablonu bir dəqiqə hər yerə yazım, o qədər şablonlar çıxacaq. O şablon sizi cəlb eləyir? Yox. O qrupun adı sizi cəlb eləyər ki, siz o qrupa girəsiz. Elə bir ad seçirsiniz, elə bir profil şəkli seçirsiniz ki, o sizi cəlb eləsin. Sizi cəlb edirsə də çevrənizdəkini də cəlb eləyib girəcək. İş qrupu açdınız, başlayırsınız, keçirsiniz. Məsələn, mən statusda da arada yazıram. Tələbələrim o saat yazır ki, müəllimə atın biz paylaşaq. Kim deyirəm qrup linkimi paylaşmaq istəyər? Orada birbaşa hədiyyə demirəm. Kimsə yazanda ki, nə qrupdur, deyirəm məsələn, paylaşana hədiyyə verəcəm. Oradan çox adam gəlsə, məsələn də nəsə bir şey olsa, iş qruplarınızı ananız, bacınız, xalanız, qohum-əqrabanız atırsınız. O deyir birbaşa ərkiniz çatan elə yazır ki, bunu paylaş. Yerdə qalanda deyirsiniz, bunu paylaşa bilərsiniz, zəhmət olmasın. Mən xətrimə bunu paylaşarsan tipli, neçə nəfər ata bilirsiniz atın. Onlara da deyin ki, onlar da öz çevrəsini atsın. Və ora girənləri, məsələn, özünüzün məlumatınız varsa da lap yaxşı, yoxsa da sponsorunuzla qoşun qrupa, sponsorunuz sizə kömək eləyəcək. O iş qrupuna girənlərə məlumat versin. 20 nəfər dəvətinizi atdınız, o 20 nəfərə dəvət atmışam, komandanın başını buraxım deyə bir şey də yoxdur. Komandaya da müəyyən saatlarda bir yazmalısınız ki, necəsiz, nə var, nə yox, nə iş görürsünüz, bu dəvəti atıbsınız. Özünüz elədiyinizi paylaşsaz, bugün Elnurə liderim, canım, ciyərim, sponsorum. Həmidə liderimlə danışırıq. Ümumi belə deyim, məsələlər danışanda Həmidə liderim deyir ki, axır ki deyir, özün kimi bir sponsor tapdın. Birləşdin özün kimi bir sponsora. Özünüz kimi yetişdirirsiniz dəvətlilərinizi də, həmin dəvətlər də sizin etdiyinizi edirsə də, siz inkişaf eləyirsiniz. Yəni çox danışmaq, çox yormaq istəmirəm. Dəvətin əsas məsələsi, birinci çox məlumat vermirsiniz və çalışın siz çox danışmayın. İndi burada ancaq mən danışıram, çünki nəyəsə belə deyim, öyrətmək üçün deməyim də biraz yekə çıxar. Sizə nələrisə xatırlatmaq üçün deyim. Çünki o danışdıqların hamısını siz bilirsiniz, sadəcə tətbiq eləmirsiniz. O dediklərimizin hamısını burada olan xanımların əksəriyyəti bilir. Sadəcə tənbəllik, tətbiq eləmirik. Tətbiq eləsək, lap açın bir dənə məsələn qrup və o qrupda biznes quranları edin. Çünki mən etdiyim budur da. Biznes quranları o qrupa salın ki, kimlər ki dəvətlə sırf məşğuldur. Çünki gələn insanlar, biz deyək də VIP Life-da 3 məqsədlə qeydiyyatdan keçə bilərsiniz. Şəxsi məhsul, özünüzə ucuz məhsul almaq üçün, satış etmək üçün, biznes qurmaq üçün. Bunun üçünü eyni vaxtda da eləyə bilərsiniz və yaxud da hansısa bir istiqamətdə seçib o istiqamətdə gedə bilərsiniz. Mənim əsas 2 məqsəddir. Özümə ucuz məhsullar və premium klass keyfiyyətli məhsullar almaq, ikincisi biznes qurmaq. Çünki mən burada qurduğum biznesdən övladlarıma istədiyim gələcəyi yaşada bilirəm. İstədiklərini ala bilirəm, istədiklərini geyindirə bilirəm. O yoxdur, bu yoxdur demirəm. Yəni əsas hamının çalışdığı ailəsinə dəstək və yaxud da övladına dəstək üçündür. Açırsınız bir dənə biznes qrupu və o biznes qrupda olanların hamısına deyirsiniz ki, gün ərzində gedirsiniz dəvətlərinizi atırsınız və bizdə var da o, yəni mən çox görmüşəm ki, mən tələbələrimə də o məcburiyyət eləyirəm. Hər şey sübutlu istəyirik. Sübut at mənə ki, 20 nəfərə dəvət atıbsan. Atdın, lap yaxşı. Nə yazıbsan, nə edibsən, o hissəsini səndən danışır. Amma sübutunu at hər gün ki, mən bunu elədim. İnanın ki, siz onu mütəmadi eləyəsi olsaz, hər gün yeni 20 nəfəri tapsaz, gördünüz tapa bilmirsiniz, deyəcəksiniz ki, məsələn, ay xala qızı, filan kəslərin nömrəsini mənə at, qoy onlara da dəvət atım. Ay nə bilim, bibimin qızı, kim də. O 20 nəfərlər tükəndikcə yeni insanlar axtaracaqsınız. Nə bilirsiniz ki, o yeni insan gəlib sizi haralara qaldıracaq. O lider gəlib sizə hansı uğurları bəxş eləyəcək. Ona görə
yazırsınız, planlamanızı tutursunuz. Həmin planlamanı da hər gün təkrar eləyirsiniz və inanın 28 günə 20 nəfərə dəvət atsanız görün nə qədər dəvət eləyir. Lap o bir günə 20 nəfər dəvət atsınız, biri belə geri dönüş eləsə görün nə qədər nəticə verir sizə. Elə bir kataloq müddətinə 28 qeydiyyat verir. Azdır 28 qeydiyyat. Lap o 28-dən gəlsin 15 işləsin. 15 nəfərə 30 ballıq dövriyə edəndə azdırmı sizə? Sadəcə dayanmadan, inanaraq o öz güvən olursa da rahatlıqdan gedir. Məndən bu qədər. Kimin nə sözü, sualı varsa da bayaq burada bir xanımımız danışmaq istəyirdi. Çox enerjili biri idi. Səsinizi açıb rahatlıqdan danışa bilər. Rəmalə xanım, çox sağ olun. İlk öncə belə gözəl təlim üçün təşəkkür edirəm. Xanımlar da artıq şəxsdə yazıb ki, necə gözəl təlim keçir. Çox faydalıdır. Davamlı olacaq inşallah. Bəli, soruşurlar ki, belə təlimlərimiz olacaqmı? Bəli, olacaq. Tək siz Siz istəyən mənə enerjini, motivasiyanı ötürün. İnan ki, hər həftə təlim eləyərəm. Onsuz deyir, danışmaq üzüm ağdır. Bəli, bəli, bizim üçün problem deyil. Tək siz istəyəsiniz, qoşulasınız və bu gün təlimə qoşulmayan xanımlar da var ki, müəyyən səbəblərdən. İnşallah ki, davamlı olacaq təlimlərimiz, faydalı məlumatlar. Çünki sizlər bunu istəyirsinizsə, bizim də işimiz zaten insanlara bildiklərimizi ötürməkdir. Və Rəmalə xanım da vurğuladığı kimi önəmli faktorlardan biri tək bilmək yox, onu tətbiq etmək də çox və çox önəmlidir. Hər təlimdən biz nələr öyrənə bilərik, amma biz onu tətbiq etmədiyimiz zaman nəticə olmur. Çalışın, yəni bir xırda bir nüans belə əldə etdiksə, hansısa bir yeni metod öyrəndinizsə belə, onu mütləq tətbiq edin. Adicə link paylama metodu çox və çox effektivdir, isti dəvətdir. Sosial şəbəkəsi olmayan xanımlar belə bu dəvət metoduna komandasını qura və yeni rütbələr aça bilərlər. Yəni çalışın, tətbiq edin. Bu çox önəmlidir. Çox sağ olun, təşəkkür eləyirəm. Hacı. Sualları olan xanımlar varsa buyurub danışa bilərsiniz. Yoxsa əlavələr etmək istəyirəm. Xanımlara hələlik istəyirəm, söz verim. Salam, necə uğurlu olsun xanımlar, necəsiz? Çox sağ olun, siz necəsiz? Mən də yaxşıyam, məktəbdəyəm, çəkilmişəm bir kənara, amma təlimi çox-çox zövqlə dinlədim. Düşünürəm ki, yeni qoşulanlar varsa VIP Life-a, qrupumuza, komandamıza çox faydalı məlumatlar ala bildim. Bir daha təşəkkür edirəm Rəmalə xanım. Çox möhtəşəm təlim idi, var olasınız. Çox sağ olun, təşəkkür edirəm. Liderlərimdən xoş söz eşitmək daha xoşdur mənə. Bu deyir, enerjimi artırır, motivasiya verir. Ürək. Xanımlara bir sual olaraq da verək. Kimə hansı mövzu maraqlıdırsa, həmin mövzunu desin, mən növbəti təlimi o mövzu ilə bağlı edeyim. Bayaq qızlarım məndən soruşur, deyir ki, bu təlimi necə deyir? Yaxşı, bu təlimi deyir, necə vermək qərarına gəldin? Yəni, fikirləşirdin təlim keçmək, deyirəm, yox. Axşam deyirəm, mənlik deyirəm, direktor çatında yazdı ki, təlim. O saat mən oraya hoppandım ki, o təlim mənlikdir. Bəlkə bir dənə yazılsın ki, təlim keç. Düz 10 qrupda keçirik, amma belə böyük təlimləri hər dəqiqə seçmirik. İndi kimə hansı mövzu maraqlıdır, mövzunu desin, növbəti təlimimiz o mövzuda idi. Rəmalə xanım, Bəli. üzr sayın, işləyirəm, bir dənə sözümü deyim, çıxıram. Elə təlimlər tez-tez olsa, yəni belə mən deyək, başqa komanda, ümumiyyətlə şirkət belə təlimlər təşkil etsə çox sevinərəm. Mən də təlimlər həqiqətən də öyrədici olur. Düz 7 ildir şəbəkəçiyəm, amma hər dəfədə o həm motivasiya olur insana, həm yeni şeylər öyrənirsən. Nə mövzu olursa olsun eləyin. Baş üstə. Siz istəyin, gələn həftəyə də bir təlim gəlir. Mövzunu təmin edərik burada. Vaxtınız var olsun. Çox sağ olun. Sağ olun. Öz fikirlərimi bildirim. Çox sağ olun. Mənim dəyərli sponsorum möhtəşəm təlim üçün. Zaten mən keçən dəfə də vurğuladım. Bizim kiçik təlimimizdə, yəni sizin səsinizin gəlməsi bizim üçün böyük bir motivasiyadır. O enerjiniz həqiqətən, o fikirlərinizi çatdırmaz bizim üçün həqiqətən vazgeçilməz, əvəz olunmaz bir motivasiyadır. Mənim üçün şəxsən elədir. Nə qədər belə deyim, dayansam da səsini eşitdim iş başına. Artıq biraz passivləşmişdim dünəndən. Bugün başlayıram yenə iş başına. İnşallah ki, bu cür təlimlər həqiqətən tez-tez olsa daha yaxşıdır. Həm səsiniz, enerjiniz bizə motivasiya verir, həm də təbii ki, üst liderlərimizdən nə qədər çalışsaq da, nə qədər uzun müddət də olsaq, bizim sizdən öyrənəcəyimiz çox şeylər var. Çox sağ olun bir daha təlim üçün.
Çox sağ ol Möhtəşəm Günayam, təlim. təşəkkür edirəm. Burada Ramilə xanım yazıb. Ramilə xanım çox düz deyirsiniz. Mən ilk təlim keçdiyim ərəfədə 12% idim. Hətta bir ara o deyir, müəyyən düşüş yaşayıb 9% olduğum vaxtda belə şirkət təlimləri verirdim. Yəni burada 3% lider belə özünə güvənən insan hər kəs təlim verə bilər. Biz təlimdə faizə baxmırıq. Kim istəyir, o deyir. Kimi sadəcə bu cəsarət məsələsidir ki, insanlar bəzən deyir ki, mən utanıram, birdən çaşaram, birdən nəsə deyərəm. Yəni bax, mən keçən təlimdə də elə olmuşdu. Danışdığım müddətdə oğlum gəldi, qucağımda oturdu, yanımda oldu, fikrimi yayındırdı. Təlim bitib deyə gedib o tərəfdə oynayır. Yəni müəyyən nəsə bir şeylər ola bilər, insanlıq halıdır. Kim istəyirsə də, lap məsələn, Nərminə xanım dedi ki, eyni komanda eli olsun. Biz onsuz komanda üçün eləmirik. Çünki komanda üçün qrupumuzda zaten eləyirik. Qruplarda hamı öz demək, gündəlik təlimlər də olur, həftəlik təlimlər də olur. Belə təlimlər kim istəyir, lap nömrəmi deyərəm, yazar bir yerdə, mən də ona dəstək olaram, materiallar hazırlayır. Sadəcə bizə nə lazımdır? Özümüzün və şirkətimizin inkişafı. Çünki şirkət inkişaf elədikcə bizim danışmağa, qurulanmağa yerimiz, nüansımız çoxalır. Burada biz tək özümüz üçün işləmirik ki, şirkət bizim dediyim, o brendimizi tanıtmalıyıq, şirkəti tanıtmağa çalışırıq ki, bizim Azərbaycanın şirkəti, o deyir, oradan buradan gələn şirkətlərdən daha çox seçilir və fərqlənir. Əsas məsələ, yəni budur. Öz komandamız oldu, olmadı, fərq eləmir. Şirkətimiz qabaqda olsun, hər kəsin yanında başımız ucu olsun, deyir, fəxr edib danışa bilək. Çox sağ olun, smalikləriniz, rəyləriniz. Bugün burada kimlər var? Günay bizimkidir. Ramilə xanım, təşəkkür ederim. Rəhmə xanım, səsinizi açın, ay Rəhmə xanım. Enerjilərim siz 2 gündür bu qızışıb işləyirsiniz. Bayaq Afət xanım idi, səhv eləmirəmsə, indi görə bilmirəm. Yaxınlaşıram. Çox sağ olun xanım, təlimə görə həqiqətən dilim tutulub qulaq asıram ancaq sizə. Xoşdur canım, mənim xoşdur. Təşəkkür edirəm. Afət xanım çıxıb, bilmirəm kimin komandasından, tanıyan varsa da digər gəlsin. Çünki o nəsə danışmaq istəyirdi. İmkan vermədim yazığa danışmağa, indi yoxdur, görmürəm. Salam xanımlar, axşamınız xeyir olsun. Necəsiz? Hər vaxtınız xeyir, Fatimə xanım, siz necəsiz? Yaxşıyam, çox sağ olun. Təlimə görə təşəkkürlər. Çox sağ olun Rəmalə xanım. Xoşdur. Həqiqətən belə canlı təlimlər olmağı bir başqadır. Yəni ən azından xanımlar çox gözəl motivasiya alır və təlimdən də güclü bir motivasiya ilə dönürlər və işləməyə başlayırlar. Nə qədər qrupda təlimlər keçsək də həqiqətən yəni xanımlar yazır, təlim istəyir. İnşallah mən də məhsullar haqqında təlim keçmək istəyirəm. İstəyirsinizmi olsun? Xanımlar, səs edin Əlbəttə görək. ki. Bizdə dövriyyənin əsas məhsullardan təşkil edirik deyə məhsulları tanımalıdır ki, xanımlar çevrəsindəki insanlar da tanıdıb. Yəni çox da yeni gələn xanımlar üçün, yəni əlimdə olan məhsulları daha çox reklamını edəcəm, yəni paylaşacağam. 9-10 brendinə aid olan akneye qarşı dəst, onun istifadə qaydası və digər bir neçə məhsul haqqında da danışacağam. Yəni ən azından düzdür, biz bilə bilərik onu. Və yaxud da 7-8 aydır, 1 ildir burada olan insanlar o məhsulu tanıya bilər. Amma yeni gələn komanda üzvləri var ki, yəni məhsulları tanımaya bilir. Buna görə də inşallah məhsullar haqqında təlim eləyəcəm. Vaxtı təyin edən kimi promonu hazırlayıb qrupa atacağım, paylaşarsınız. Sizin də komanda üzvləriniz qatılır. Siz təliminizi edin, mən də evdəki məhsulları töküb sizə köməklik eləyərəm. Keçərik, məmnuniyyətlə. İnşallah. İnşallah. Başqa sualı, təklifi, iradə olan varsa da buyursun, yoxdursa sağollaşa bilər. Hər vaxtınız xeyir olsun, bir daha xanımlar. Rəmələ xanım çox gözəl təlim edir. Çox sağ olun, çox təşəkkür edirəm. Həqiqətən təlimlər olsun, konferanslar olsun, həqiqətən adama çox gözəl motivasiya verir. Rəmələ xanım konferansa gedən zaman 12% idim, hal-hazırda direktoram. İnşallah Rəmələ xanımın rütbəsini öz profilimdə paylaşaraq manifestlədim ki, inşallah ki, o rütbə ilə mən də konferansa çıxacağam, amma belə baxıram ki, o rütbə ilə yox, daha yüksək rütbələrlə çıxacaq inşallah. Hər bir xanıma uğurlar arzu edirəm. Həqiqətən direktorunuzla əl-ələ verib, birlikdə işləsəniz, çox gözəl nəticələr alacaqsınız. Qıraqdan bir kənarda durub izləsəniz, inanın ki, heç bir xeyri yoxdur. Əl-ələ verdiniz, işlədiniz, nə suallarınız var, utanmadan, çəkinmədən suallarınızı verin, gününüzü həmin xanımla keçirdin, inanın ki, nəticələr möhtəşəm olur. Yığırsınız komandanı, görüntülü. Başlayırsınız orada biraz qaz verirsiniz, biraz danlayırsınız. Ondan sonra deyirsiniz, gedin işləyin.
Elədir, danlamasaq əmələ gəlmir. Mehriban danışanda iş getmir. Arada danlamaq da lazımdır. Salam, hər vaxtınız xeyir olsun, xanımlar. Ramilə xanım, sizə və bütün liderlərə təşəkkür bildirirəm belə təlimə görə. Düzdür, mən gec qoşuldum təlimə. Bizdə işıqla bağlı biraz problem var idi, ona görə. Deməli, bir şey soruşum. Mən təzə qoşulmuşam bu komandaya və xoş gəlmişəm, necə deyərlər. Xoş Və gəldin. bir şey soruşum ki, məndən soruşurlar bu məhsulların probnikləri ilə bağlı. Yəni, təşəkkürümü mən bildirirəm ilk öncə mənim sponsorlarıma. Şəbnəm xanıma, Nübar xanıma, Xatirə xanıma çox təşəkkürlərimi bildirirəm. Və yaxşı ki, mən o xanımları tanıdım. Və məhsulların məndən probniklərini soruşurlar ki, məsələn, probniklərini ünvandan götürə bilərikmi? Çünki digər adlarını çəkmək istəmirəm. Yəni, digər şirkətlər var ki, məsələn, o məhsulları həm belə bağlaması, həm də probniki var. Yəni, bizdə var mı elə bir şey? Bəlkə də sponsorum məni eşidir, indi bəlkə də burada da bilməm, məni öldürəcək təlimdən sonra ki, məndən niyə soruşmamısan deyə. Yox, narahat. Sponsorlarınız elə insanlar deyil, mən tanıyıram. Deməli, Tahirə xanım, ümumi ətirlərin əksəriyyətinin testerləri var, tonalni kremlərin də testerləri var. Əgər Bakıda yaşayırsa da Nərmanovda, showroomda, yəni açıq bütün məhsulların hamısına gedib orada canlı baxıb tanış ola bilərlər. Gərək teksturasından olsun, gərək ətirlərin iyisi olsun, Nərmanovda hamısı var. Amma tester olaraq bir tonalilər də var, bir də ətirlər də var. Yəni satışda onların var. Amma Nərmanovdan hamısına baxa bilərlər əgər Bakıda yaşayırlarsa. Ya da əgər məsələn Bakıda deyillərsə, ofislərdə, məntəqələrdə, məsələn mən əvvəl ofis işlətmişəm, ofisdə məhsulların çoxundan var idi məndə. Çünki həm satış eləmək məqsədi ilə də düzürük ki, insanlar görsün, həm də gələn məsələn heç mənim komandam olmasa, xanımlar gəlirdi, məhsulları ofisdə tanış olurdu ki, hə, belə məhsul da var. Məsələn, bəziləri var ki, ağzı açıla bilirdi də, kremləri falan açıb elə baxa bilirdilər ki, strukturu, bu teksturası necədir. Ofislərdə də baxa bilərsiniz. Oldu, təşəkkür. Buyur, xoşdur. Xoş gəlibsiniz yeniden. Xoş günlərdə görüşək inşallah. İnşallah. İnşallah direktor konferansında görüşək. İnşallah. İnşallah. Sponsorlarım bilir, mən onlara böyük hədəfimi demişəm. İnşallah. İnşallah. Mən məsələn Xatirə xanımı uzun müddətdir tanıyıram, amma ilk dəfə direktorlar konferansında görüşdük canlı. Elnura xanımla da elə, amma Nübar xanımla, Gülxan xanımla Gəncə tədbirlərində görüşmüşdük canlı. Əksəriyyətimizi bildiyim onlayn tanısaq da, yəni belə telefonda görürük və ya da təlimlərdən tanıyırıq. Mən məsələn direktor konferansında çox insanla canlı tanıdım. Hətta elə olmuşdu ki, xanımlar, mən tanımıram da, yəni səsindən bilirəm və yaxud da adını bilirəm, amma özünü görməmişəm. Konferansda mən yaxın, Rəmalə xanım necəsiz, Rəmalə xanım necəsiz? Onda şey deyir ki, hə, məsələn filan qrupdanam və yaxud da filan təlimini görmüşəm. Adam o qədər xoş gəlir ki, yəni tanımadığınız insanlardan gedib orada canlı görüşmək və o səmimi münasibəti yaratmaq. Məsələn, Fatimə xanımla da görəm adım burada. Fatimə xanımla da biz çoxdandır tanışıq, amma direktor konferansında canlı gördük bir-birimizi. Bir də şeydə yeni ildə görmüşdük Gəncədə, tədbirdə. Bu tədbirlər olsun, konferanslar olsun, burada tanıdığımız insanları orada görmək diləyinlə ki, deyək, uğurlarımız o qədər bol olsun ki, orada hamımızı bir yerdə çağırsınlar səhnəyə. Amin inşallah. Amin. İnşallah. İnşallah. Herhalde Xanımlar, güclü çox lider gözəl varsa bir komandada şirkətəsiniz. işləyəcək. İnşallah, inşallah. Bəli, xüsusilə yeni gələn xanımlar, ola bilsin ki, müəyyən tam məlumatları yoxdur, amma onu vurğulayım ki, çox gözəl bir şirkətdəsiz, harda ki, siz daimi olaraq qazanacaqsınız və dəvət etdiyiniz insanlar da daimi olaraq qazanacaq. Çünki VIPLife şirkətinin özəl tərəflərindən biri budur ki, hər yeni gələn insan belə qazanır. Dəvət etmədən belə ilk sifarişimizi biz artıq müəyyən qazanclar əldə edirik. Bu çox önəmlidir. Yəni lider zaten hər yerdə liderdir. Lider hər yerdə qazanır. Bizim üçün önəmli olan komandanın qazanmasıdır. Bunun üçün də ən uyğun platforma elə VIPLife şirkətidir. Və günü-gündən inkişaf edən şirkətimizdə təbii ki də konferanslara düşmə ehtimalımız çox və çox genişdir və 13 saylı kataloqa kimi kimlər hansı nəticələri əldə edərlərsə, bu ola bilər ki, rütbələr olsun, bonuslar olsun, hətta xüsusi bonuslardan birinə belə qoşulmusunuzsa, davam edirsinizsə o bonusları, onlarla səhnəyə çıxacaqsınız, tədbir olunacaqsınız, eyni düşüncəli insanlarla bir arada olacaqsınız. Bu çox möhtəşəmdir. Yəni çalışın növbəti direktorlar konferansına düşmək üçün çaba göstərin. Yəni çox və çox rahatdır. Müəyyən şərtləri bilmirsinizsə mütləq sponsorla danışın. Planlı şəkildə çalışın ki, elə olur ki, sonda baxırlar ki, bizim ora düşmə ehtimalımız
ehtimalımız demək olar ki, 100%, amma müəyyən xırda bir nüansı qaçırdıqlarına görə təəssüf ki, pulsuz dəvət qazana bilmirlər. Ona görə planlı şəkildə işləyin ki, heç nəyi qaçırmayasınız. Sadəcə bir aksiya olsun belə, kampaniya olsun belə, yəni biz çalışırıq ki, onu geniş şəkildə hər kəsə çatdıraq ki, hər kəs ona yarana bilsin. Çünki bunlar hamısı bizlər üçündür. Yəni şirkət bunları bizlər üçün qoyubsa, niyə də onlardan yararlanmayaq? Ona görə daha da aktiv olun inşallah. Çünki nəticə əldə etdiyimiz zaman zaten səhnələrdə olsun, komandamızdan olsun, biz çalışdığımız zaman dincəlirik. Əgər biz işimizi seviriksə, bu bizə əziyyət deyil, əksinə daha da xoş olur. Məsəl üçün, Malik xanım müəllimədir, çünki mən özüm tələbələrlə məşğul olmuşam, amma o ayrıdır. Amma inanın ki, bu qrupa girdiyimiz zaman bizim üçün dincəlməkdir. Ona görə də işimizi sevmək də çox vacibdir və təbii ki, biz buradayıqsa düşünürəm ki, hər kəs işini çox sevir və sadəcə biraz ola bilsin gec yatacaqsınız, biraz daha tez duracaqsınız, çalışacaqsınız və nəticə möhtəşəm olacaq. Bunu sözlə ifadə etmək zaten çətindir. Bunu hiss etmək lazımdır. Səhnəyə çıxdığınız zaman, tərtib olunduğunuz zaman və bunun üçün də həqiqətən də çalışmağa dəyər. Çox düzdür. Məsələn, mən hərbiçi bonusu, o deyil ya, dişi qanı batmaq məsələsi. Hərbiçi bonusu hesabıma köçəndən sonra indi blogerliyə həvəslənmişəm. Bloger bonusunu da alacağım. Səhnəyə hamısından çıxacağım inşallah. O səhnə mənimdir. Bloger bonusuna hər kəs qoşula bilər. Burada yeni gələn xanımlar üçün də ümumi məlumat verək. Yəni faizindən asılı olmayaraq, dövriyyəsindən asılı olmayaraq, sadəcə aktiv səhifə yoxdursa belə aça bilərsiniz və hər kəs qoşula bilər. Yəni rütbənizin olub-olmamağı da önəmli deyil. Başqa kiminsə fikri varmı xanımlar? Yoxdursa sağollaşaq, çox vaxtınızı almayaq. Onda Nərminə xanımın, Ramilə xanımın bu deyil istəklərini nəzərə alıb gələn həftə üçün bir dənə də plan hazırlayarıq, təlim hazırlayarıq. Fatimə xanım da tezlikdən promosunu atar. Fatimə xanım şirkət üçün edəcəksiniz yoxsa komanda üçün? MİT-də, yəni komanda üçün. Məsələn, mən təlimi hazırlayan kimi birinci həm liderlərimi atmışdım, direktorlarımı, bir də Elvira xanımı atmışdım. Atacam orada, fərqi yoxdur. Yəni kim istəyir qatılsın. Yəni atmaq olursa, MİT-ə qoşulursa xanımlar olacaq ki. Məsələn, Şirkət çox vaxt Telegramda məncə istəyir, Telegramda tələb edir, amma xanımların çoxu Telegram yükləyə bilmədikləri üçün məncə MİT daha uyğundur təlim üçün. yox, paylaşırlar. İlk bu aktivlər qrupu olan ərəfədə də Elvira xanım təlim deyən kimi getdim, orada da birinci təlimi mən keçmişdim aktivləşəndə. Mən də keçmişəm orada təlim, amma 2 dəfə keçmişəm hətta. Bir kərə yüklənmədik qrup. Bir kərə yükləmişəm qrupa birini, amma digərini yox. Orada siz xanımların çoxu qoşula bilmir deyə mən elə ümid edirəm ki, MİT hamının telefonunda var, rahatlıqdan qoşulmaq olur. MİT rahatdır, bəli. MİT rahat.